Sizə desəm ki, Bodo Glimt Galatasaray üçün Liverpooldan daha təhlükəli rəqib ola bilər. Buna inanarsınızmı? Əlbəttə ki, əgər Okan Buruk yenə də Guardiola'lıq eləmək istəsə. Siz kanalımıza abunə olun, biz isə Norveç möcüzəsinin detallı analizinə keçək. Niyə görə Bodo Glimt təhlükəlidir? Gəlin komandanı çox qısa, amma effektiv tezliklərlə başa düşməyə çalışaq. İlk öncə turnirin cədvəlinə baxaq. Biz bu verilişi çəkəndə Norveç çempionatının növbəti turu hələ baş tutmayıb, 25-ci tur. Bodo Glimt turnirin cədvəlində ikinci sıradadır. Amma komanda bir oyun az oynayıb və turnirin cədvəlinə baxanda məlum olur ki, Bodo Glimt kifayət qədər aralanıb ki, çempionatda ən azı ikinci yeri qaranti eləsin. Amma əlbəttə ki, komanda həm ən çox qol vuran, həm də ki, ən az qol buraxan komandadır. Yəni birmənalı şəkildə Norveç çempionatının ən yaxşı komandasıdır və əgər növbəti büdrəmələr olmasa, hansı ki Çempionlar Liqası ilə bağlı ola bilər, Bodo Glimt yenidən Norveç çempionu olmaq üçün bir nömrəli favoritdir. Komandanın baş məşqçisi Knudsendir. Knudsen fantastik bir klub qurub və biz bu komandanın nə qədər hücuma meylli, nə qədər progressiv, nə qədər gözəxoş olduğunu indi başa düşməyə çalışacağıq. İlk öncə onu deyək ki, komanda klassik 4-3-3 taktikasıyla oynayır. Hardasa bunu Hansi Flick'in Barcelonası ilə müqayisə etmək olar. Cinah müdafiəçiləri yuxarı qalxır. Burada 1-6 nömrə Patrick Berg var. Əfsanə bu arada və üstəlik 2-8 nömrə var. Hansılardan ki, biri daha çox müdafiəyə kömək eləyir. Daha çox Patrick Berg'ə meydanın mərkəzində kömək eləyir. O birisi isə hücuma qatılır. Amma biz hücum fazasında görəcəyik ki, necə hər iki 8 nömrə hücuma aktiv şəkildə qatılmaqla rəqibdə xaos yaradır və bunun sayəsində idi ki, ötən mövsüm Bodo Glimt Avropada Olympiakos və xüsusilə də Lazio üzərində çox səs-küylü və layiqli qələbə qazanmışdı və az qala bu mövsüm Tottenham Hotspur'u evində məğlub edəcəkdir. Knudsen üçün ən vacib element əlbəttə ki, axıcılıq, yüksək enerji və intensiv oyun tərzidir. Yəni bir növ yenə də adamın adını durub Hansi Flick çəksək, burada heç bir böyük fərq olmaz. Çünki hardasa oyun fəlsəfəsi eynidir. Barcelonada olduğu kimi Bodo Glimt də olduqca aktiv və aqressiv mövqe oyunun tərəfdarı olsa da eyni zamanda çox vertikalda oynaya bilir. Komanda hücum quranda əlbəttə Knudsen tələblərindən biri odur ki, müdafiəçilər bir qədər aralanıb, bir qədər meydanda yuxarı qalxıb, artıq orta blokda olsunlar və onlara kömək etmək üçün Patrick Berg var. Və hücumun ilk fazasında hardasa komandanın hücum formasiyası 3-4-3 taktikası olur və ya bəzi hallarda əgər rəqib orta sahədə, xüsusilə biz bunu Çempionlar Liqasında Tottenham Hotspur'la gördük. Əgər rəqib ortada say üstünlüyünə malik olacaqsa, wingerlər də aşağı düşərək hücumda, orta sahədə daha doğrusu say çoxluğunu Bodo Glimtə təmin etmək istəyirlər. Amma elə ki Bodo Glimt meydanın mərkəzini keçdi və hücuma yüklənməyə başladı. Burada belə gözəl möcüzələr baş verməyə başlayır. Bir müqayisəni edim ki, Galatasaray Viktor Osimhenə 75 milyon avro verdi. Transfer market hələ onun qiymətini elə hesablayırdı, dəyərləndirirdi. Amma paralel olaraq Bodo Glimtin ümumi heyətinin qiyməti 60 milyon avrodur. Lakin buna baxmayaraq belə bir heyətlə, hansı ki o qədər də belə baş gicəlləndirici deyil ilk baxışdan, Knudsen doğrudan da xavruqələr yaradır. Bunu əlbəttə ki, Bodo Glimti Arktikanın möcüzəsi adlandırırlar. Biz öz azərbaycanlaşdıraraq onu Arktikanın Qarabağı adlandıra bilərik və əlbəttə ki, komandanın hücum variasiyası göz oxşayır. Hücum variasiyası deyəndə mən nəyi nəzərdə tuturam? Gəlin başa düşməyə çalışaq ki, komandanın hücumun özəlliyi nədir? Nəyə görə bu qədər diqqət cəlb edir? İlk baxışda əlbəttə ki, bizim başa düşməli olduğumuz oyunçu 9 nömrəli futbolçu, mərkəz hücumçusu Hogg. Ən bəlkə də komandanın parlaq iki oyunçusundan biri Jens Petter Hogge və əlbəttə ki, sağ cinah vingeridir. Sağ cinah vingeri bu mövsüm əslində çox dəyişir. Bəzən burada Okrend oynayır, bəzən burada Mat oynayır. Əsas oyunçu əlbəttə ki, Blomberg idi, amma Blomberg ötən mövsümün sonunda çox ciddi şəkildə zədələndiyinə görə bu mövsüm o qədər də aktiv deyil. 8 nömrə mövqeyində Evyenlə, xüsusilə də Soltnes çox fundamentaldılar. Özdə hücuma meylli oyun aspektinə görə Soltnes mövsümün əvvəlindən meningitlə sıradan çıxıb. Ona görə də onun yerinə Fett adətən forma geyir. Amma Fett də o qədər də hücuma meylli plan oyunçusu deyil. Ona görə onun hücuma qatqısı bir növ cərimə meydançası həndəvərində olur və bəzən də o Patrick Berg'ə arxada kömək eləyir. Lakin Soltnes oynayacağı təqdirdə əlbəttə ki, hansı Galatasaray ilə bu arada o maçı buraxacağı gözlənilir. Soltnes biz epizodlarda göstərəcək ki, necə komandanın ikinci hücum dalğasını effektiv bitiriciliklə tamamlayır. Gəlin bir neçə misala baxaq. Bir tərəfdən Bodo Glimtin hücumu klassik taktika ilə gedir, klassik sxemlə gedir. Cinah müdafiəçiləri adətən bütün cinaha oynayırlar.
cinah vingerləri yarım cinaha keçirlər və əlbəttə ki, mərkəz hücumçu cərimə meydançasında taran tipli olsa da Hogg cərimə meydançasında kifayət qədər çevikdir. Baxın bu kombinasiyaya baxaq. Bir tərəfdən Bodo Glimtin klassikasını göstərir, amma digər tərəfdən biz o klassikanın necə dəyişdiyini, necə universallaşdığını göstəririk. Bu epizodda 15 nömrəli futbolçu, sol cinah müdafiəçisi Bjorkan, sol cinah vingeri olan Jens Petter Hauga'ya pas atır. Hauga isə Hogg'a assistentlik edir və Hogg fərqlənir. Bir tərəfdən bu normal, klassik mövqe hücumu. Düzdürmü? İstənilən komanda belədir. Lakin Knudsen'in özəlliyi ikinci dalğadır. Knudsen çox yaxşı başa düşür ki, bu beşlik belə hücum etmək klassikadır. Bunu hər kəs edir. Amma bunun qarşısında almaq bir növ man markinglə, yəni personal pressinglə 5-ə 5 oynayıb rahat şəkildə deməzəm, amma neytrallaşdırmaq olar. Ona görə də ikinci dalğa oyunçuları yarım müdafiədən gəlirlər və ona görə mən deyirəm ki, Saltnes burada olsaydı çox şey dəyişərdi. Baxın bu epizoda. Bu epizodda yenə də iki tanış sima var sol cinahdan. Sol cinah müdafiəçisi Bjorkan və sol cinah vingeri Petter Hogge və bu dəfə pas Hogg'a deyil, Hogg'u müdafiəçilər neytrallaşdırıb. Bu dəfə pas arxadan gələn mərkəz sol yarım müdafiəçisi olan Saltnes'ədir və Saltnes burada fərqlənir. Daha bir epizod yenə də sol cinahın vingeri ilə müdafiəçisi bir-birinə kombinə edirlər. Yenə də fərqli ad, bu dəfə Evgen zərbə mövqeyinə çıxaraq fərqlənir. Gördüyünüz kimi Bodo Glimtin ən əsas silahı və biz bunu başa düşmək üçün gəlin screenshotların dilinə müraciət edək və mənə görə Bodo Glimtin ən belə parlaq oyunlarından biri ötən mövsüm Avropa Liqasının 4-1 finalında Lazio'ya qarşı olmuşdu. Baxın, Lazio ilə ilk maçda 3 screenshotu sizə göstərək və həm də ki oxlarla sizə aydın olacaq ki, komandanın hücum stili necədir. Gördüyünüz kimi hücumda artıq 2 dalğa bir xəttədir və bu nəyi çaşdırır? Bu əlbəttə ki, Lazio'nun müdafiəçiləri hansı ki, indiki müasir futbolda adama adam, yəni man markinglə məşğuldurlar, kimi tutmağı çaşdırırlar və gördüyümüz bu epizodda düzdür, burada Lazio'nun taktiki kobud səhvi də var idi və bu kobud səhvin nəticəsində həmin o mərkəz 8 nömrəsi olan, sol mərkəz 8 nömrəsi olan Saltnes tək qalır və hesabı açır. Və maraqlı məqam ondan ibarətdir ki, Lazio'nun futbolçuları hücum xəttini bir növ man marking etdiyinə görə dəfələrlə 8 nömrələr zərbə mövqeyinə çıxmışdı və bu maçda hər iki qolu 8 nömrəli futbolçu, yəni nominal 8 nömrəli olan Saltnes vurub. Yəni bu komandanın universallığını göstərir. İstənilən halda 5+1 oyunçu ilə hücuma keçməyin özəllikləri, üstünlüklərindən biri ondan ibarətdir ki, əlbəttə ki, komanda müdafiə əgər rəqibdə bir növ 4-4-2 ya da 5-4-1 oynayırsa, müdafiəyə daha bir oyuncunun düşməyinə ehtiyac var və bəzən rəqib buna çatmır. Üstəlik, əlbəttə ki, bunu göstərəndə biz bunu tam ədalətli göstərməliyik ki, tam şidə şəkil olsun. Əlbəttə ki, Patrick Bergin burada situasiyasal olaraq bir neçə variant olacaq. Bir tərəfdən, əgər iki oyunçu rəqibin oyunçusu ona pressing etmirsə, onun ikinci hücum dalğası başlamaq vaxtı olacaq. İkinci tərəfdən Patrick Berg uzaqdan zərbə vurmağı sevir. Üçüncü isə topu arxaya ataraq yenidən ikinci dalğanı başlaya bilər və ən pis halda isə əlbəttə ki, topu sadəcə olaraq mümkün qədər uzağa vurub təhlükəli əks hücumu neytrallaşdıra bilər. Və əlbəttə ki, komandanın pressingi də olduqca maraqlıdır. Gəlin pressingi başa düşmək üçün birinci olaraq hər kəsi öz yerinə, nisbi yerinə qaytaraq. Burada maraqlı məqam ondan ibarətdir ki, əgər rəqib öz qapısından topu cinahlarla çıxarmağa başlayırsa, adətən Hogg pressingin triggeri olur. Yəni Hogg birinci pressingi edir və Hogg'un pressingi əgər cinahda olursa, rəqibin mərkəz müdafiəçilərini Bodo Glimtin vingerləri pressing etməyə başlayır ki, onları ya cinahla çıxmağı, ya da ki, rəqibi uzun topla topu uzaqlaşdırmağa məcbur etsin. Harda ki, orta sahədə hesablama ondan ibarətdir ki, Bodo Glimtin üstünlüyü olacaq. Və əlbəttə ki, komanda o qədər öz əks hücum, ümumiyyətlə hücum futbolunu cilalayıb ki, burada sadəcə iki əks hücumdan komanda yaratdığı təhlükəli vəziyyəti sizə göstərmək istəyirik. Baxın, bu birincidir, bu isə ikincidir. Yəni komanda o qədər mükəmməl şəkildə avtopilotda oynayır ki, bu Bodo Glimtdə təbii olaraq gəlir və əlbəttə ki, hücum zamanı komandanın hücumu kəsərli etmək üçün normadan artıq opsiyaları var, hansılar ki, çox yaxşı şəkildə hazırlanıb. Ona görə Bodo Glimtin sadəcə oyununa baxmaq, hücum etməyinə baxmaq ayrıca zövq verir. Digər tərəfdən isə gəlin iki futbolçuda sadəcə olaraq fokus olaq, onların önəmindən danışaq. Komandanın iki, belə deyək, ulduzu var. Biri əfsanədir, sözün həqiqi mənasında.
bu dayaq yarım müdafiəçisi və ya single pivot olan Patrick Bergdir. Bilirsiniz, Patrick Berg Buda Glimtdən bir ara Lens'ə getdi. Fransada o qədər uğurlu ola bilmədi. Ümumiyyətlə çox belə yöndəmsiz bir mövsüm keçirdi, 2 mövsüm keçirdi. Lakin ondan sonra yenidən öz bir növ yuvasına qayıtdı və burada əlbəttə ki, komandanın əsas futbolçusudur. Həm də soyunma geyinmə otağının lideridir. Patrick Bergin özəllikləri nədir? Mən sizə Tottenhamlə oyunda onun pas xəritəsini göstərmək istəyirəm. Hansıdır ki, Opta statistik bizə təqdim edir. Gördüyünüz kimi adam meydanın bütün hər yerindədir. Yəni baxmayaraq ki, Bergin nominal mövqeyi dayaq yarım müdafiəçisidir. Berg həm müdafiədən başlayaraq hücuma qədər bütün fazalarından, deməzdim ona box to box, amma yenə də oyunun bütün fazalarında hücumun birinci build-up'ının fazasını uğurlu şəkildə yerinə yetirir və müdafiədən hücuma keçid, o transition var. Əgər bu keçid sürətlə baş verirsə, bu bir məsələdir. Orada da Berg uzun paslarla kömək eləyir. Amma əgər bu keçid orqanik şəkildə əvvəlcə müdafiə bloku, sonra da yuxarı blok varsa, müdafiədən orta blokda, istər orta blokdan da hücuma keçiddə Berg çox önəmlidir. İkinci məqam əlbəttə dediyimiz kimi, əgər Buda Glimt 5-6 nəfərlə hücuma qoşulursa, komanda topu itirirsə, Buda Glimt əlbəttə ki, arxalanır ki, Patrick Berg epizodu oxuyacaq və Patrick Bergin həm uzaqdan zərbələri var, həm də ki, oyunu yaxşı oxumaq qabiliyyəti var. Digər oyunçu isə əlbəttə ki, Jens Petter Hauge'dir. Hauge, yəni Buda Glimt azarkeşləri bizi bağışlasın. Əlbəttə ki, bizim adlarla çox böyük bir sevgi hekayəmiz var. Yəqin ki, siz bunu artıq bilirsiniz. Hauge'nin özəlliklərindən biri nədir? Bir tərəfdən Hauge inanılmaz şəkildə öz cinah müdafiəçisi olan Bjorkanla kombinə edir. Bjorkan adətən klassik sol cinah müdafiəçisi olduğuna görə o adətən bütün cinah işləyir, amma Hauge onu oxuyaraq bir növ rotasiyaya kömək eləyir. Yəni lazım olanda o cinahda olur, lazım olanda yarım cinahda olur. Çox intellektual futbolçu olduğuna görə bütün yarım cinahda çox yaxşı şəkildə işləyə bilir. Hətta bəzən 10 nömrə mövqeyini nominal olaraq alır. Çünki xatırladaq ki, Knudsen'in oyun fəlsəfəsində bu iki futbolçu yarım müdafiəçilər bir növ Barcelonada olduğu kimi 8 nömrələrdir və əlbəttə ki, Soltnes oynayarkən burada adətən müəyyən qədər vaxt keçirsə də əsas nominal 10 nömrə funksiyasını həm də Hauge özlərini götürə bilir, əgər xüsusilə hücum sağdan gedirsə və bir də ki, Hauge'nin çox yaxşı texnikası və individual driblingi var və sürəti də var. Baxın, sadəcə sizə bu 2 qolun vurulduğu anı göstərmək istəyirəm o Tottenham Hotspur oyunda. Baxın, burada dribling, burada isə sürət. Hər iki halda gördüyünüz kimi individual ustalıqdan yaranan qoldur. İndi isə gəlin Buda Glimt'in zəifliklərindən danışaq. Baxmayaraq ki, komanda ötən mövsüm Avropa Liqasında yarım finala qədər gəldi. Orada çox rahat şəkildə Tottenham Hotspur uduzdu. Mən o oyun ssenarisindən də Qalatasaraya tətbiq etməyə çalışacağam. Qalatasaray üçün əslində Ange Postecoglunun oyunu, onun oyun ssenarisi Okan Buruk üçün əslində gözəl bir ssenari, süjet olmalıdır ki, hansını ki təkrarlasa, komanda evində oynadığına görə də bu maçdan qalib ayrılmağı çox favoritdir. Lakin əlbəttə ki, Buda Glimt'in ən böyük əyibi, bir növ ən böyük çatışmazlığı mövqe futbolunu, hücum futbolu oynadığından zaman-zaman həm orta fazada, həm də ki, arxada, xüsusilə də defensive transition veririk və müdafiə keçiddə çox tez-tez say azlığında tutulmasıdır. Gəlin bir neçə epizoda baxaq. Və burada Buda Glimt'də başqa bir məqam var. Müdafiəçilər say azlığında tutulur. Plus onlar eyni zamanda kompakt olmaq istəyirlər və bu da komandada o qədər də uğurlu alınmır. Digər tərəfdən çox maraqlı bir məqam ondan ibarətdir ki, Buda Glimt özü bir növ hücum etdikdə rəqibin man markini dağıtdığı kimi müdafiədə də rəqibə qarşı orientasiya olmağı man markingdir. Yəni yenə də adama adam tutmaqdır. Xüsusilə rəqib hücumçusunu və rəqib vingerlərini ki, onlar əsasən istinad nöqtəsidir. Onları neytrallaşdırmaqla bir növ rəqib hücumunun əsas ilk dalğasının qarşısını almış olsun. Amma bu işləməyəndə çox bərbad şəkildə iflas olur. Çox ironik bir haldır ki, Slavia Praga ilə maçda hər iki qolu Slaviyanın sol cinah müdafiəçisi vurmuşdu. Gəlin baxaq hər iki qola. Gördüyümüz kimi yenə də oyunçu boşda qalır, onu heç kim tutmur. Çünki komandanın vingeri, sol cinah vingeri Buda Glimt'in müdafiəçisini özünə çəkib və nəticədə boş alan əmələ gəlir. O da boş alanda əmələ gəlməsinin əsas səbəbi müdafiənin birinci yox, müdafiənin ikinci xəttinin geri qayıda bilməməyindən əmələ gəlir. Digər tərəfdən Buda Glimt'in daha bir problemi nədir? Hansı ki Qalatasarayın üstünlüyünə münbit şərait yaradır. Bu da oyunçunun arxasına atılan uzun toplardır. Hardakı dəfələrlə Buda Glimt cəzalanırdı. Buna baxmaq üçün Lazio ilə ikinci oyuna baxmaq kifayətdir və ya Tottenham Hotspurla ötən mövsümdəki oyunlar. Yəni bir növ rəqib hardasa orta blokla və ya aşağı blokla müdafiə olunur və topu uzun topla başla yaxşı oynaya bilən, ilk topu yaxşı ramada bilən, mövqe seçə bilən və ya bunların hamısının adı əlbəttə ki Victor Osimhen'dir. Elə bir futbolçu varsa, bu Buda Glimt üçün bir növ Osimhen üçün bu maç bir növ ideal bir duelə çevrilə bilər bunun sayəsində. Və əlbəttə ki, son olaraq biz dedik ki,
Bodo Glimtin belə bir növ hər kəsin Bodo Glimti baxanların əlbəttə ki sevməyin əsas səbəblərindən biri onun hücum variasiyasıdır, hücum zənginliyidir. Amma o hücum zənginliyini xatırlayırsa dedik ki 2-8 nömrə sayəsində edir və əlbəttə ki düşünün ki əgər 2-8 nömrə hücum fazasındadırsa, nəzərə alaq ki cinah müdafiəçiləri də hücumdadır. Əgər komanda top itirirsə, burada adətən Patrick Berg fiziki olaraq bəzən olur ki 3-ə 1 qalır və ya hətta 2-ə 1 qalsa da və ya 1-ə 1 qalır. Əvəzində rəqibin cinah oyunçularından biri sürətli əks hücuma hazırdır. Bu da daha bir problemdir. Ona görə yəni Galatasaray əgər müdafiədən hücuma sürətlə keçə bilsə, bir növ Bodo Glimtə ideal çətinliklər yarada bilər. Xatırladaq ki, ötən mövsüm ən uğursuz mövsümlərimizdən biri keçən Qarabağ yeganə qələbəsi Bodo Glimt üzərində qazandı. Bunun iki səbəbi var. Bir səbəb əlbəttə Qarabağın inanılmaz effektiv öz şanslarını dəyərləndirməsi idi. Əlbəttə o Toralın qolu bəlkə də ən gözəl qollardan biri idi liqa mərhələsinin. İkincisi isə Qarabağın dəfələrlə yaxşı bacardığı hücuma sürətli keçiddə Bodo Glimtin mərkəzini say azlığında tutması idi. Bu ssenari Qalatasarayla da baş verə bilər. Ona görə bizim düşüncəmiz odur ki, bunlardan nəticə çıxaracaq, bunu qabaqcadan qabaqlayacaq Knudsen nəzərə alsaq ki, bu səfər oyunudur. Komandanı bir qədər arxada kompakt oynatmağa çalışacaq. Xüsusilə Soltnesin olmadığı nəzərə alaraq çox güman ki, yəni mənim gözləntim odur ki, cinah müdafiəçiləri hücuma qoşulacaq ki, mövqe futbolunu təmin etsinlər. Lakin 8 nömrələr o qədər də aqressiv şəkildə hücuma qoşulmayacaqlar. Necə ki, Bodo Glimt bunu Tottenham Hotspurla bu mövsümdəki Çempionlar Liqasının ikinci turunda, yəni bir tur əvvəlki oyununda göstərdi. Digər tərəfdən Bodo Glimtin daha bir çatışmazlığı, oyun problemi hansı ki Qalatasarayın güclü tərəfi ilə üst-üstə düşür, hansı ki Qalatasarayın gücünü bir qədər də artıra bilər. Bu da Galatasaray pressingin təbiəti və Bodo Glimt müdafiəsinin ondan əziyyət çəkmə ehtimalının böyük olması. Mən nəyi nəzərdə tuturam? Xatırlayırsınız biz Galatasaray haqqında video çəkəndə ayrıca demişdik ki, Galatasarayda Okan Burukun ümumiyyətlə göstərişlərindən biri o da onu İstanbul, Başakşəhərdə də edirdi. Əgər pas mərkəz müdafiəçilərinə yox, cinah müdafiəçisinə atılırsa, həmin zonaya həm cinah vingeri, həm mərkəz yarım müdafiəçisi deyək şərt olaraq Torreira və ya Sara aqressiv, əgər Winger də varsa, Winger və müdafiəçi də varsa, o da 2-3 nəfər aqressiv şəkildə həmin cinaha pressing etməyə çalışırlar ki, rəqibdən topu alsınlar. Və Bodo Glimt də əslində bu mövqedə, bu oyun komponentindən əziyyət çəkir. Çünki dediyimiz kimi komanda vertikal oynanmağı istisna etməsə də adətən vertikallıqdan qaçır. Düzdür, digər tərəfdən bu mövsüm artıq ilk 2 maçda, Slavia ilə maçı demirəm, amma Tottenham Hotspurla Bodo Glimt göstərdi ki, rəqibə artıq adaptasiya olmağa başlayır, səbirli build-upla oynayır, uzun toplarla topu çıxartmağa özünə eyib bilmir deməzdim, amma yəni ötən mövsüm məsələn Bodo Glimt bunları eləmirdi və ona görə də komandanın oyun şəkli daha proqnoz oluna bilən idi. Lakin gəlin bir epizoda baxaq, hardakı dediyim həmin o komandanın əfsanəsi Patrick Berg topu almamış, pressing nəticəsində topu itirir və bu az qala Tottenham Hotspurun hesab açmasına gətirib çıxar. Sadəcə orada son toxunuş uğursuz olur. Gördüyünüz kimi o son toxunuş uğurlu olsaydı, əlbəttə ki, bu da hesabda geri düşəcəkdi və bu da hesabda geri düşdüyü halda artıq bütün bu aktiv, aqressiv hücum fazası işə düşür. Hansı ki, gol variasiyalarını artırır, amma eyni zamanda komandanın arxasını, nəinki arxasını 2 mərhələdə, həm müdafiəsini, həm də yarım müdafiəsini çox rahat, münbit şəkildə istismar etmək üçün şərait yaratmış olur. Ümumilikdə, əgər yekunlaşdıraraq oyun ssenarisindən danışsaq, hansı ssenari Qalatasaraya uyğun olmaya bilər? Qalatasaray haqqında qısa danışsaq, deyək ki, Qalatasarayın heyətində yeganə ciddi itki Sinqonun olmamasıdır. Amma nəzərə alsaq ki, bu Liverpool kimi o maçın əksəriyyətini Qalatasarayın zonasında keçirəcək komanda deyil, əgər hesabda maçın əvvəlində geri düşməsə. Ona görə Galatasaray bu itkidən fatal şəkildə əziyyət çəkməməlidir. Çox vacibdir ki, Okan Buruk adaptiv olsun bu maçda da Liverpool'la oyunun ikinci hissəsində olduğu kimi. Yəni, əgər Galatasaray rəqibi intensiv pressingə məruz qoysa, əlbəttə ki, rəqibin səhv etmək ehtimalları çoxdur. Lakin əlbəttə ki, çox vacibdir ki, Bodo Glimtin təhlükəli hücumlarını buraxmasın və sonradan, hətta mən deyərdim ki, Bodo Glimtlə maçda pressingi o qədər də Türkiyə çempionatında olduğu kimi və ya Eintracht Frankfurtda olduğu kimi fanatik, o klassik Okan Buruk stilində etməsin. Çünki əgər Bodo Glimt qısa paslarda yaxşıdır və ya indi bu mövsümdə artıq biz görürük ki, Knudsen uzun paslarda tətbiq edir. Bunu həm Norveç çempionatında eləyir. O deməkdir ki, Norveç çempionatında bir növ Çempionlar Liqasının ssenarisini yazır, oyunun şəklini müəyyən etməyə çalışır. Çünki Norveç çempionatında Galatasaray necə Türkiyə çempionatında onu kifayət qədər təzyiqə məruz qoyacaq rəqib yoxdursa, Norveç çempionatında da hardasa analoji situasiyadır. Ən gözəl ssenarilərdən biri mən bayaq dediyim Ange Postecoglunun ötən mövsüm Tottenham Hotspurda etdiyi idi. Yəni ki, Galatasaray erkən qol vurur, yəni maçın ilk 20 dəqiqəsində və erkən qol vurmanın da bir neçə ssenarisi var. Ən gözəl ssenarisi müdafiəçilərin arxasına Osimhen atmaq və Osimhenin o epizodlarda parlamasıdır. Sonradan Galatasaray çox kompakt orta blokla oturur.
Bu da onu sınamağa, keçməyə çalışır və əks hücumda Bodo Glimti ciddi şəkildə cəzalandıra bilər. Bu həm də əlbəttə ki Qalatasarayın 4 oyunluq siklinə start vermiş olur. Hansında ki Qalatasaray əlbəttə bizim gözləntimiz odur ki, ən azından 3-ündə qələbə qazanmalıdır ki, 12 xal yığsın və Çempionlar Liqasının play-off mərhələsinin qapısını hardasa aralamış olsun, qarantiləmiş olsun. Maraqlı ironiya ondan ibarətdir ki, Qalatasaray eyni zamanda Qarabağın da play-off üçün rəqibi ola bilər. Bilmirik necə olacaq, amma ümid edək ki, hər iki komanda play-offa qatılsın. Şəxsən mən Bodo Glimtin də play-offa qatılmağını istəyirəm, çünki olduqca göz oxşayan maraqlı bir layihədir, maraqlı bir futbol klubudur. Bodo Glimtin maçlarına baxmaq neytral azarkeş kimi belə zövq verir. Ona görə bizi olduqca maraqlı oyun gözləyir. Harda ki, yəni növbəti 4 maç həmin o tezə qayıdaraq hərəsində Qalatasaray tər tökməlidir, hərəsində qan tökməlidir, amma hərəsində komandanın kifayət qədər potensialı və resursu var ki, müsbət nəticə ilə geri dönsün. Siz necə düşünürsünüz? Qalatasaray bu maçda çətinlik çəkəcək, yoxsa Bodo Glimt Qalatasaray üçün olduqca asan bir yem olacaq? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Videonu bəyəndinizsə əlbəttə ki, like düyməsinə basın və əlbəttə ki, kanalımıza abunə olun.